Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina habibi kulubina şefi'i zunubina Ebil Qasim Muhammed. Ve ala alihi tayyibin tahirin el-ma'sumin el-mukarramin. Rabbi şirah li sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Qalallahu Teala fi muhkemi kitabih. Ve min ayati en khalaqa lekum min enfusikum ezvacan liteskunu ileyha. Ve ceale beynekum mevaddeten ve rahme. İnne fi zâlike le âyâtin li kavmin yetefekkerûn. Âmenne billah ve sadakallahu'l aliyyul azim. Peygamberlerin ve imamların beşer hayatında iki başlıca mühüm vəzifəsi var. Birincisi təbliğ etmek, ilahi değerleri, ilahi prinsipleri insanlar arasında yaymak. İkincisi ise həmin prinsipleri, həmin değerleri yerine yetirmekte en âli, en yüksek numune olmaktır. Şüphesiz ki beşer hayatında değerlerin olması vacip bir meseledir. Ama bundan da vacip olan o değerleri yaşayanlardır, yaşatmaktır. Çünkü eğer değerler yalnız zihinlerde olan mefhumlardan ibaret olsa, yalnız kitaplarda yazılan o güzelliklerden ibaret olsa, insanlar onun tətbiqinə inana bilmeyecekler. Mesela dini değerlerimiz var. İslam güzel bir dindir, güzelliğe davet eləyir. Böyle bir kelime vardı. El-İslam ya'lu ve la yu'la aleyh. İslam ucadır, hiçbir şey ondan uca olabilmez. Ama İslam'ın güzelliği, İslam'ın ucalığı kitaplarda yazılanlardan ibaret değil. Təkcə o kitablarda yazılan o değerler olsaydı ve onun hayatta biz canlı numunəsini görməsəydik, həmin değerlerin insan hayatında, beşer hayatında tətbiqinə inana bilməyəcəkdik. Peygamber ve imamlar, Əhl-i Beyt imamları həmin o ilahi değerlerin en âli numunələridir, göstəriciləridir. Yani Allah Teala təkcə insanları âli değerlere, güzel değerlere emr etməklə yanaşı bu ilə kifayətlənməyib. Bütün o güzellikleri özünde əks etdirən insanlar da seçib bəşərin arasından. Ve həmin insanları bizler için başçılar, mənəvi liderler təyin eləyibdir. Allah Kur'an-ı Kerim'de buyurur: "Ulaikellezine hadallah." Onlar o kəslərdir ki, Allah onları hidayət eləyib. Febihudahum ihtedi. Sen de onların hidayetine tabi ol. Febihudahum iqtadi. Onların hidayetine iktida et. Ve diğer bir ayette Allah Teala buyurur: "Velekum fi Rasulillahi usvetun hasene." Sizin için peygamberde güzel numune vardır. Bu ikisi birgə olmalıdır. Değerler, ilahi mənəvi değerler, âli değerler ve həmin değerlerde numune olan şəxslər. Çünkü həmin şəxslər mövcud olmasa biz o değerlerin insan hayatında tətbiqinə inana bilməyəcəyik. Bəzən belə bir səhv təsəvvür var. Bəziləri belə təsəvvür eləyir ki, peygamber ve imamların hayatı bizim için numune olabilməz. Çünkü onlar məsumdurlar. Biz de məsum deyilik. Məsum olmayan birisi, məsum olan birisine necə iqtida etsin? Bu yanlış bir təsəvvürdür. Çünkü bu təsəvvür peygamberlerin gönderilmez sebebine taban ziddir. Allah Teala peygamberleri niye gönderip? İnsanlar onlara tabi olsunlar, onlara itaat etsinler. Ati'ullaha ve ati'ur rasule ve ulil emre minkum. Allah'a itaat edin, Resul'a, peygambere itaat edin ve emir sahiplerine, içerinizden olan emir sahiplerine itaat edin. Yani peygamber ve imamlar itaat olunmak için Allah tarafından seçiliblər. Eğer onlar məsumdur, biz məsum deyilik bəhanəsini gətirərək
biz həyat tərzimizi onların həyat tərzinə uyğunlaşdırmaq istəmiriksə, bu yanlış bir fikirdir. Bizdən tələb olunan budur ki, biz o canlı nümunələrə bənzədək özümüzü. Həm zahirimiz, həm batinimiz Peyğəmbər və Əhl-i Beyt imamlarının zahirlərinə və batinlərinə oxşasın. Yəni, necə ki, zahirimiz Peyğəmbərin zahirinə bənzətməyə çalışırıq, geyimimizdə, hərəkətlərimizdə, davranışımızda, batinimiz də bu cür olmalıdır. Ki, bunu da insan bacara bilər. İnnallah la yukallifu nefsen illa vus'aha. Allah heç kəsi daşıya biləcək yükdən artıq yükləməz. Bu, hər bir insanın bacara biləcəyi işdir. Əgər biz vəsvəsə edən şeytana və içimizdə olan pisliklərə əmr edən nəfsə qalib gələ bilsək, onun diktəsindən çıxa bilsək, burada biz addımlaya biləcəyik, irəli gedə biləcəyik və görəcəyik ki, biz də onların həyatından müəyyən məsələləri götürə bilirik. Ona görə də Peyğəmbər və Əhl-i Beytin bu məxsusi günlərində, mövludlarında, şəhadət günlərində və bu günlər ki, xanım Zəhra Salamullah Aleyhanın günləridir, Əyyam-ı Fatimiyyədir. Bu günlərdə biz Peyğəmbər və Əhl-i Beytin həyatından bir şeylər əxz etməliyik, bir şeylər öyrənməliyik, götürməliyik. Bura gəlişimizdən məqsədlərdən biri də budur. Ən elə başlıca vəzifələrimizdən biri budur ki, biz bu nurdan bir məşəl götürək ki, o ilə həyatımızın bu zülmətlərində yolumuza işıq saçıb gedə bilək. Xanım Zəhra Salamullah Aleyha bir qadın üçün, bir insan üçün təsəvvür olunacaq bütün kamillikləri özündə əks etdirir. Xanım Zəhra təkcə adi bir qadın deyil, bir ruhani qadındır, bir mələkuti qadındır, bir Rəbbani qadındır. İmam Baqir əleyhissalamdan nəql olunan bir hədisdə buyurur ki, cəddimiz Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm buyurdu ki, İnnə ibnəti Fatimə mələəhullahu qalbəhə və cəvarihəhə imanən və yaqinə. Allah qızım Fatimənin qəlbini, bütün vücudunu imanla, yəqinlə doldurubdur. Fəfəriqət li taətillah. O da özünü Allahın itaətinə həsr eləyibdi, vəsf eləyibdi. Xanım Zəhra Salamullah Aleyhanın həyatı təkcə Allah üçündür deyə təkcə bu cür deyil ki, sırf həyatı Allah üçündür, yaşayışı Allah üçündür. O kamil bir məsumədir. Onun bütün varlığı Allah üçündür. Bütün hərəkətləri, bütün sözləri, alıb verdiyi nəfəslər belə ki, xanım Zəhra o nəfəsləri alıb verirdi, yalnız ilahi iradənin təcəllisi idi, ilahi iradənin göstəricisi idi. Və bugün xanım Zəhra Salamullah Aleyhanın bu gecə istəyirəm həyatının bir cəhətini, bir tərəfini işıqlandıraq, bir tərəfi barədə söhbət eləyək. Xanım Zəhra və Əli əleyhissalamın evlilik həyatı və İslamda evliliyin dəyərinin xüsusiyyətləri ki, bu evlilikdə hansı xüsusiyyətlər öz əksini tapmalıdır. Söhbətimizin əvvəlində qeyd etdiyimiz ayədə Allah Teala buyurur ki, və min əyətihi, Allahın nişanələrindən də, ayələrindən də ən xaləqə ləkum min ənfusikum əzvəcən. Allahın ayələrindendir ki, sizə öz cinslərinizdən zövcələr xəlq edibdi. Litəskunu iləyha. Onlarla aramlıq tapasınız deyə. Və cəalə beynəkum məvaddətən və rəhmə. Sizin aranızda məvəddət və rəhmət, mərhəmət duyğuları yaradıbdır. İnnə fi zəlikə ləayətin liqovmin yətəfəkkərun. Düşünən insanlar üçün bunda ayələr var, nişanələr var. Allah bu ayədə evliliyi öz nişanələrindən, Allahın varlığına dəlalət edən ayələrdən olduğunu bizə çatdırır. Bu ayənin canlı mücəssiməsi tətbiq eləyən Əli əleyhissalam və xanım Zəhra Salamullah Aleyhanın ailəsidir. Əmir əl-Mömin əleyhissalam bizə bir hədisdə onunla xanım Zəhra arasında olan evlilik münasibəti barədə danışaraq belə deyir. Deyir, fəvallahi mə əğzəbtuha və lə əkrəhtuha alə əmrin. And olsun Allaha ki, onu heç vaxt qəzəbləndirmədim. Hər hansı bir işə heç vaxt onu məcbur etmədim.
Hatta qabadahullahu azza və cəl, ta ki Allah onu bu dünyadan götürüb apardı. Yəni bu dünyadan mənimlə birgə olduğu müddətdə nə onu qəzəbləndirdim, nə də hər hansı bir işə məcbur etdim. Ardınca buyurur, və la ağzabətni, o da məni heç zaman qəzəbləndirmədi. Və la əsətli əmrən, heç bir işdə də mənə asi olmadı, mənə qarşı çıxmadı, müxalif olmadı. Və ləqəd kuntu ənzuru iləyha fətənkəşifu anniyəl humumu vəl-əhzan. Mən deyir, ona baxanda bütün dərdlərim, qüssələrim, qəmim məndən çıxıb gedərdi, qurtarardı. Bu hədisdə bir neçə mühüm məsələni əleyhissalam bizə çatdırır. Əmir əl-Mömin əleyhissalam buyurur ki, and olsun Allaha ki, mən onu qəzəbləndirmədim. Bu ər tərəfindən olan xüsusiyyətdir. Ki, imam bizə demək istəyir ki, mən heç zaman xanım Zəhranı qəzəbləndirəcək nə bir söz dedim, nə də bir hərəkət etdim. Bu məgər təkcə Əli əleyhissalam və xanım Zəhraya məxsus olan bir xüsusiyyətdir. Yəni onlara aid bir məsələdir, o bizə aidiyyəti yoxdur. Əli əleyhissalam bu sözləri ilə bizə evlilik necə olmalıdır, evlilikdə hansı dəyərlərə riayət etməkdir, bunu öyrədir bizə. Ki, ər-arvad münasibətində bunları etməlisiniz. Ki, ər çalışmalıdır ki, xanımını incitməsin, onu qəzəbləndirməsin, onu qəzəbləndirəcək sözlər və ya hərəkətlər etməsin. Və ardınca buyurur ki, وَلَا أَكْرَهْتُهَا عَلَى əmrin, heç bir işə də onu məcbur etmədim. Qarşılıqlı razılıq şəklində olmalıdır, nəzakət şəklində olmalıdır, istəklər, tələblər. Burada bizim üçün bir qayda qoyur Əmir əl-Mömin əleyhissalam. Ki, kişinin boynunda olan vəzifə nədir? Kişinin boyunda olan vəzifələrdən biri də bax budur ki, xanımını incitməyəcək, onu qəzəbləndirməyəcək, onu hər hansı bir işə də məcbur etməyəcək. Bilirsiniz, şəriətimizdə bir çox məsələlər var ki, onlar xanıma vacib deyil, qadına vacib deyil. Amma xanımlar onları yerinə yetirirlər. Hüquq və əxlaq var. Bir var hüquq, bir var əxlaq. Hər kəsin bir hüquq və vəzifəsi var, düzdür? Bəzən insan vəzifəsindən artığını da eləyir. Bu əxlaqdan gələn bir məsələdir. Və bir ailədə ancaq ailə hüquq və vəzifələrlə idarə olunsa, bu quru bir ailə olacaq. Amma hüquq və vəzifələrlə yanaşı, içəridə bir əxlaqi dəyərlər də olsa, bir fədakarlıq da olsa, o ailə xoşbəxt ailə olacaqdır. Bunların sirlərini bizə Əmir əl-Mömin öyrədir. Bu ər tərəfdən, bəs xanım tərəfdən vəzifə nədir? Sonra Əmir əl-Mömin əleyhissalam xanım Zəhra salamullahi aleyhanın vəziyyətini, xüsusiyyətini izah edir bizə. Deyir ki, وَلَا أَغْذَبَتْنِ, nə də ki o məni qəzəbləndirib. Xanım Zəhra heç zaman əleyhissalamı qəzəbləndirəcək bir söz danışmazdı, bir hərəkət etməzdi. Ailədə həmişə mehribançılığın hakim olmasına çalışırdı ki, xanımlarımız bax bunu götürməlidirlər, bu dərsi öyrənməlidirlər xanım Zəhra salamullahi aleyhadan. وَلَا عَسَتْلِي əmrə, heç bir işdə də mənə asi çıxmayıb, mənə qarşı çıxmayıb. Və hər zaman Əmir əl-Mömin əleyhissalamın qəlbinə sürur, sevinc və fərəh gətizdirərdi. Ona görə Həzrət buyurur ki, وَلَقَدْ كُنْتُ أَنْزُرُ إِلَيْهَا, mən deyir ona baxdıqda bütün dərdim, qəmim, qüssəm yadımdan çıxardı, gedərdi. Əleyhissalam Peyğəmbərlə təqribən bir 60-a qədər döyüşlərdə iştirak edib Həzrət Əleyhissalam. Döyüşlərin çoxunda Həzrət Əleyhissalam iştirak edibdi. Döyüş insanıdır. Ağır vəziyyətlərdən, çətin vəziyyətlərdən evə gəlir. Üzərində ailə yükü var, İslam dərdi var, Peyğəmbərin müdafiəsi var, dinin müdafiəsi var. Amma bu dərd qüssə ilə, qəmlə, kədərlə evə gələndə sadəcə xanım Zəhranın ilə onun qarşısına çıxması yetərli idi ki, əleyhissalam bütün dərdləri, bütün qəm və qüssələri aradan geçsin. Xanım Zəhra salamullahi aleyha əleyhissalam üçün bir aramlıq idi. Necə ki, Rum surəsi 21-ci ayədə oxuduğa və min ayətin xələq ləkum min ənfusikum əzvəcən, Allahın ayələrindən biri budur ki, sizə öz cinsinizdən zövcələr yaratsın. Niyə? Litəskunu ileyha, onlarla aramlıq tapasınız. Ki, əleyhissalam öz aramlığını, rahatlığını xanım Zəhra salamullahi aleyhanın yanında tapırdı. Bu, ər-arvad arasındakı uyğunluqdur, ər-arvad arasında bir-birini anlamaqdır, bir-birini başa düşməkdir. Belə ailədə dünyaya gələn övlad sağlam düşüncəli olur, psixologiyası sağlam olur. Cəmiyyətdə bir çox fəsadlar, problemlər ki baş verir,
Bunların köklərindən biri də qayıdır ailədə olan problemlərə, ailə daxili problemlərə. Çünki düzgün olmayan, düzgün qurulmayan bir ailədə düzgün tərbiyə olmayacaqdır. Və düzgün tərbiyə olmayan bir ailədən sonra bu uşaq, övlad böyüyüb cəmiyyət içərisinə daxil olanda artıq cəmiyyətdə problemlər yaradacaq, fəsadlar törəcəkdir. Məsuliyyət ailənin üzərindədir. Buna görə də hər bir ailə müəyyən şərtlər var ki, uyğunluq, biri-birinə uyğunluq, biri-birinə birgə yaşayışın mümkünlüyü şərtləri, bunları gərək özündə cəm eləsin. Əmir əl-Mömin əleyhissalam və xanım Zəhranın həyatından iqtibas edərək həmin şərtlərin bəzilərini və ən mühümlərini istəyirəm nəzərinizə çatdıram. Birincisi budur ki, bəylər və xanımlar bir-birini seçərkən, insan özü üçün bir həyat yoldaşı seçərkən seçim gərək düzgün olsun. Seçim təkcə zahiri gözəlliklərə və maddiyyata yönəlməməlidir. Meyar bu olmamalıdır. Meyar gözəllik olmamalıdır. Meyar maddiyyat olmamalıdır. Biz daha çox zahiri gözəlliyə meyl edirik. Düzdür, müəyyən qədərində bu tələb olunur, amma əsas bu olmamalıdır. Əsas olan nədir? Əsas olan insanın sahib olduğu mənəvi dəyərlərdir, əxlaqi dəyərlərdir, əxlaqi davranışlardır. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm Peyğəmbər buyurur ki, İzə cəəkum mən tərzavna xuluqəhu və dinəhu fəzəvvicuhu. Əgər bir nəfər gəlib qapınızı döysə ki, siz onun əxlaqından, onun dinindən razısınız, evləndirin onu. Yəni qızınızı ona verin. Gözəllik və maddiyyat mühüm deyil. Çünki gözəllik nisbi bir anlayışdır. Xüsusilə də zahiri gözəllik. Bütün gördüyümüz zahiri gözəlliklər məhvə məhkumdur. Nə vaxtsa məhv olub gedəcək, bitəcək, qalmayacaq. İnsan nə qədər özünü gözəl saxlamaya çalışsa da, zaman öz işini görəcək və bu gözəlliyini hər gün itirəcəkdir. O deyirlər ki, qədimdə bir padişah çox möhtəşəm bir qəsr tikirir. Çox möhtəşəm bir saray tikdirir. Ən mahir ustaları çağırır. Bütün bəzəklər, ornamentlər. Sonra da bir ziyafət təşkil edir və alimləri çağırır. Hamı gəlir qəsri, başlayır məth eləməyə, tərif eləməyə. İçərilərindən biri heç nə demir, susub dayanır. Şah bunu görür, soruşur ki, sən niyə bir tərifləmədin mənim bu sarayımı? Deyir, şah sağ olsun, gözəl saraydır. Amma bunun bir qüsuru var. Deyir, nədir o qüsur? Burada qüsur ola bilməz. Deyir, qüsur budur ki, əbədi deyil. Bu da məhvə məhkumdur. Bu da məhv olub gedəcəkdir. Əbədi olan dəyərlərdir ki, o əbədi dəyərlər əsasında seçim olmalıdır evlilikdə. Bugün müasir dövrümüzdə təəssüflər olsun ki, gənclər sosial şəbəkələrdə bir-birinə tanış olurlar, bir-birini eşqə gətirən, şövqə gətirən sözlər deyirlər və tələyə düşürlər, bir-birini yaxşı tanımadan, həyatdakı əsas mühüm dəyərləri, prinsipləri anlamadan, görürsən, ailə qururlar, bir müddət keçməmiş yenidən ayrılmalar, boşanmalar və statistikaya baxsaz, boşanma sayının günü-gündən artdığını da görəcəyik. Bu nədən irəli gəlir? Çünki bizim ailələrimiz mənəvi dəyərləri, o ilahi dəyərləri itirir. Ailələr mənəvi dəyərlər, ilahi dəyərlər üzərindən qurulmur və bu çox böyük problemlərdəndir. İkinci mühüm şərt ki, ailədə uyğunluq və ailənin xoşbəxtliyi üçün ər-arvadın hüquq və vəzifələrini dərk etmələridir, bilmələridir. Ki, ailə qurmadan öncə ər və arvad hər ikisi gərək hüquq və vəzifələrini bilsinlər. Bunlar birgə yaşayış var, birgə yaşayışın bir hüquq və vəzifələri var. Bu hüquq və vəzifələr öyrənilməlidir öncədən. Araşdırmalar da göstərir ki, o cəmiyyətlər ki, öncədən qız uşaqları və oğlan uşaqları ailə dəyərləri barədə onlara hazırlıqlar keçirilir, müəyyən məsələlər başa salınır, tədris olunur və müəyyən hazırlıqlar görürlər. Onlarda boşanma sayı da azdır və ailə dəyərləri qorunub saxlanır. Biz məsələn deyək ki, maşın bir nəqliyyat vasitəsini sürməyi bacarmayana sürücülük vəsiqəsi vermirlər. Adam əgər ailə dəyərlərindən xəbərsizdirsə, nəyin onun öhdəsində olduğunu bilmirsə, nə onun haqqıdır, nə onun vəzifəsidir, bunu anlamırsa, belə birisinə biz evliliyi
necə etibar eləyə bilərik? Bunu necə evləndirə bilərik? Xanım Zəhra salamullahi aleyhə və Əmir el-Möminin əleyhissalamın həyatında bax, hər birinin hüquq və vəzifəsinə, ər-arvadın hüquq və vəzifəsinə işarə eləyən bir çox hədislər vardı. Ki, həmin hədislərin birində İmam Cəfər Sadiq əleyhissalamdandır. İmam Cəfər Sadiq əleyhissalam atası İmam Muhammed Baqir əleyhissalamdan belə nəql eləyir. Deyir ki, Əli və Fatimə gəldilər Həzrət Rasulullahın yanına, dedilər, ya Rasulallah, bizim vəzifələrimizi sən təyin et. Ki, mənim öhdəmdə olan nədir? Əlinin öhdəsində olan nədir? Həzrət Rasulullah belə buyurdu. Dedi ki, mədunəl bəb. Əli əleyhissalam üçün dedi ki, sən qapının çölündə, sənin vəzifən oradadır. Qızına dedi ki, qızım, sən qapının içərisində. Yəni, evin içi sənə aiddir, ey Zəhra. Evin çölü də sənə aiddir, ey Əli ibn Əbi Talib. Ardınca İmam Sadiq əleyhissalam buyurur ki, Əmir el-Möminin əleyhissalam deyir, gedərdi, odun doğrayıb gətirərdi, su daşıyıb gətirərdi, həyat bacanı təmizləyərdi. Xanım Zəhra salamullahi aleyha arpa üydərdi, xəmir qatardı, çörək bişirərdi. Yəni, ailə daxilində hər kəs öz hüquq və vəzifələrini bilməlidir, gərək bunu bilsin. Salman Farsi nəql edir, deyir ki, Xanım Zəhra salamullahi aleyha bir günlər evlərinə getdim, gördüm ki, oturub kirkirə daşında arpa üyüdür. Əli deyir, qıpqırmızı olmuşdu, qabar bağlamışdı, deyir, o kirkirənin dəstəyini tutub bu cür çevirməkdən. Və gördüm ki, Fizzə də bir kənardadır. Fizzə bilirsiniz də, cariyə idi, kəniz idi. Peyğəmbər Fizzəni Xanım Zəhra salamullahi aleyhaya hədiyyə vermişdi ki, Xanım Zəhra salamullahi aleyhanın ev işlərində dəstəkçisi olsun, köməkçisi olsun. Amma Allah Rasulü Fizzəni də Xanım Zəhraya verdikdə demişdi ki, bir gün sən, bir gün o. Ev işlərini bir gün sən görəcəksən, bir gün o görəcəkdir. Deyir, Salman deyir, dedim ki, xanım, bu cür yorğunsuz, əziyyətdəsiz, əlinizin içi qabar bağlayıb, Fizzə də kənardadır. Deyir, mənə qayıtdı, dedi ki, Avsan-ı Rasulallah, təkunil xidmətu ləhə yevmən və ləki yevmən ki, Peyğəmbər deyir, mənə vəsiyyət tövsiyə etdi ki, qızım, xidmət bir gün ona aiddir, bir gün sənə aiddir. Dünən onun xidmət günü idi, bugün mənim xidmət günümdür. Üçüncü mühüm şərt ki, ailənin xoşbəxtliyinin təməl şərtlərindəndir, təqva və dini dəyərlərin ailədə hakim olması. Dini dəyərlər və təqva ailədə gərək təcəlla eləsin, öz əksini göstərsin. Biz dini dəyərlərimizi ailədən çıxarda bilmərik, ümumiyyətlə həyatımızdan çıxarda bilmərik. Bizim xoşbəxtliyimiz Allahın bizə göndərdiyi o dəyərlərdədir. Və İslam dini həmd olsun Allaha ki, bütün o gözəllikləri özündə əks etdirib. Əgər biz bunu yaşaya bilsək, bu gözəlliyi görəcəyik. Yox, biz bunu yaşamasaq, elə kitablardan oxusaq, mənbərlərdən eşitsək, biz o gözəlliyi görə bilməyəcəyik. O gözəlliklər Peyğəmbər və onun əhl-i-beytinin həyatında mövcuddur. Yəni, bunları biz də tətbiq eləyə bilərik, bunları biz də yaşaya bilərik. Əgər bunları biz yaşaya bilməsək, tətbiq edə bilməsək, niyə Əmir el-Möminin əleyhissalam Xanım Zəhra və öz arasında olan bu məsələlərdən bizə bəhs eləyib, danışıbdır? Təqva və dini dəyərlər çox mühüm məsələdir ailədə. Peyğəmbər qızı Xanım Zəhranı əleyhissalamın evinə köçürdükdən bir neçə gün sonra əleyhissalamla qarşılaşdı. Dedi, ya Ali, keyfə vəcəddi zəvcətuki? Ey Ali, zövcən necədir? Həyat yoldaşın, xanımın necədir? Onu nə cür yəni dərk elədin, nə cür anladın, sənin üçün necədir o? Əleyhissalamın sözünə bax, əleyhissalam buyurdu ki, Ni'məl avnə alə ta'atillah. Allaha itaət etməkdə ən yaxşı yardımçıdır. Ən gözəl yardımçıdır. Çünki bu ailənin təməlində təqva dayanıb, dini dəyərlər dayanıb. Bunlar bir-birinə çəkişmək üçün, bir-birinə dava etmək üçün, bir-birinə mübahisə etmək üçün, bunlar bunun üçün ailə qurmurlar. Allaha itaət üçün ailə qurublar. Və ailədə ər və arvad bir-birinə ilahi itaətdə dəstəkdirlər. Görürsən, məsələn, bəzi xanımlar ibadətlə çox məşğul olurlar, həcc ziyarətinə gedir, ümrə ziyarətinə gedir, digər ziyarətlərə gedir, nafilə namazları qılır. Bunlar gözəldir, amma bunlar elə olmalıdır ki, ərin hüquqları hesabına baş verməməlidir. Eləcə də, məsələn, ər öz fiziki gücündən istifadə edib, xanımına qarşı şiddət göstərməməlidir. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm
Allahümme salli ala Muhammed ve ali Muhammed. Nəql olunan bir hədisdə buyurur ki, qadının kişi üzərində 3 haqqı var. Qadının kişi üzərində 3 haqqı var. 1. Onu yaşayış yeri ilə təmin etməlidir. 2. Geyimlə təmin etməlidir. 3. Qida ilə təmin etməlidir. Və kişinin də xanım üzərində haqqı budur ki, ona itaət etməlidir. Onun sözündən çıxmamalıdır. İnsanlar bu 4 dənə məsələyə əməl etsə, ailə daxilində xoşbəxt ailə olacaqdır. Amma hər kəs öz egosunu ortaya qoysa, hər kəs öz şəxsi ambisiyasını ortaya qoysa, onda o ailədə, o evdə ixtilafdan başqa, səsküydən başqa bir şey olmayacaq. Ustadlarımızdan biri vardı, deyirdi ki, bizim evdə bir söz söhbət olanda biz baxmarıq ki, ər nə deyir və ya xanım nə deyir. Allahın kitabını gətirərik ortaya, deyərək ki, Allah nə deyir o olacaqdır. Yəni, nə sənin dediklərindir, nə bunun dedikləridir. Allahın dedikləri önəmlidir. Hər ikisi, əgər Allahın dediyini desələr, Allah onların arasında islahı və gözəlliyi müvəffəq eləyəcəkdir. Əmir əl-Möminin əleyhissalam ailədə sərt insan deyildi, qaba insan deyildi. Hətta xanımı ilə belə söhbət eləyəndə nəzakətlə, bəzən də lətafətlə, bəzən də zarafatla da söhbət eləyirdi. Bir hədisdə bu hədis qarşıma çıxdı. Dedim, bu hədisi bu gecə mütləq nəzərinizə çatdırım. Ki, bir gün deyir, rəvayətdə nəql olunur ki, Əli əleyhissalamla xanım Zəhra qarşı-qarşıya oturub xurma yeyirdilər. Həzrət Əli əleyhissalam xanım Zəhraya deyir, baxıb dedi ki, Peyğəmbər məni səndən çox istəyir. Xanım Zəhra deyir, təəccübləndi. Dedi ki, çox təəccüblü söz danışırsan. Mən Peyğəmbərin qəlbinin, ürəyinin səmərəsiyəm. Peyğəmbərin, mən deyir, yeganə övladıyam. Necə ola bilər ki, səni məndən çox sevsin? Mən Peyğəmbərin qoluyam, budağıyam. Deyir, onda gedək Həzrət Rasulullahdan soruşaq, görək Rasulullah nə deyəcək? Gəlirlər, deyir, hər ikisi Rasulullahın yanına. Ya Rasulallah, bizim hansımızı çox istəyirsiniz? Allah Rasulunun bu sözü buyurdu ki, Fatimə-i Zəhra, Ənti əhabbu iləyyə, sən mənim üçün ən sevimlisən. Və Aliyyun əəzzu aləyyə minki, Əli isə sənə nisbətdə mənə ən əzizdir. Sevgi və məhəbbət üzərində qurulmuşdu bu ailə. Və bu ailədə təqva hakim idi. Ər-arvad arasında əgər təqva təcəllə eləməsə, o ailə pak və təmiz ailə ola bilməyəcək. 4-cü ən mühüm xüsusiyyətlərdən biri ki, biz bunu xanım Zəhra və Əli əleyhissalamın ailə həyatında görürük, İsar və fədakarlıq. İsar nədir? İsar bir hədisdə buyurur ki, Əl-İsaru a'ləl-iman. İsar imanın ən yüksək zirvəsidir. İsar budur ki, sən bir şeyə ehtiyacın var. Dostun, yaxının da ona ehtiyacı var. Sən onun ehtiyacını özündən üstün tutursan, yəni onu özündən üstün tutursan, İsar budur. Əhl-i Beytin əsas xüsusiyyətlərindən idi, Əhl-i Beyt imamlarının ən əsas xüsusiyyətlərindən idi. Hətta baxın İnsan surəsinə ki, oruç tuturlar, iftar eləyəcəklər, bir gün əsir qapını döyür, iftarlarını əsirə verirlər. O birisi gün fəqir qapını döyür, fəqirə verirlər, yetim qapını döyür. Özlərinin ehtiyacları olduğu halda öz qidalarını fəqirə, yetimə və əsirə, bunları özlərindən üstün tuturlar. Ailədə gərək İsar olsun, ər-arvad arasında İsar olsun, fədakarlıq olsun, biri-birlərinə güzəşdə getməyi bacarmalıdırlar, biri-birinə fədakarlıq göstərməyi bacarmalıdırlar. Bir hədisdə Əmir əl-Möminin əleyhissalam deyir, Bəni Səəddən olan bir nəfərə dedi ki, Əla uhaddisuke anni və an Fatimətə Zəhra, sənə özümlə Fatimə arasında olan münasibətdən danışım. Sonra qayıt dedi ki, xanım deyir, su tuluğunda o qədər su daşıdı ki, çiyninə deyir, onun izi düşdü. Kirkirə daşında deyir, o qədər arpa üyütmüşdü ki, əli qabar olmuşdu. Evi o qədər süpürüb təmizləyirdi ki, üst başı toz olmuşdu. Qazanın altını o qədər qalayardı ki, libasından bəzən hiss qoxusu belə gələrdi. Çox əziyyətlər və çətinliklər çəkmişdi mənim üçün. Bu fədakarlıqdır.
Zaman vardı ki biz bunu nənələrimizdə, analarımızda görmüşük. Amma bugün ailələrdə biz bu fədakarlıqları görə bilmirik ki, ər-arvad birinə qarşı belə fədakarlıqlar etsinlər. Bunlar bizim üçün örnək olmalıdır. Bunlar təkcə məsumlara məxsus olan xüsusiyyətlər deyil. Və məsumlar bunu yaşatmaqla bizə göstərmək istəyirlər. Yəni biz Peyğəmbər və əhl-i beyti sevirik, onların fəzilətindən danışırıq, ən üstün şəxsiyyətlərdir. Bu təkcə söz səviyyəsində qalmamalıdır. Onların üstünlükləri təkcə o Allah tərəfindən onlara bəxş olmuş lütflər deyil. Onlara verilən bütün o imtiyazlar sahib olduqlarına görədir. Yaşantılarına görədir, həyatlarına görədir ki, onların həyatı bizim üçün nümunə olmalıdır və biz həyatımızda onları özümüzə ideal seçməliyik. Bir rivayətdə nəql olunur ki, bir gün Həzrət Rasulullah sallallahu aleyhi və səlləm evə daxil olur, görür ki, Əli aleyhissalamla xanım Fatimə Zəhra həmin o kirkirə daşında arpa üyüdürlər. Allah Resulü buyurur ki, hansınız yorulmusunuz? Hansınız yorulmusunuz? Əli aleyhissalam tezinə dedi. Dedi ki, Fatimə daha çox yorulub ya Resulallah. Resulullah, bax İsar budur. Resulullah fədakarlıq budur. Resulullah dedi ki, qızım sən qalx yerindən. Oturdu xanım Zəhranın yerində və Əli aleyhissalamla birgə həmin o kirkirə daşında o dəni üyütdülər. Hətta xanım Zəhra salamullah aleyha Əli aleyhissalamdan istəklərdə də bulunmurdu. Müəyyən tələblər də ondan etmirdi ki, gücündən artıq nəsə yükləməyim. Bəzən evdə qida olmayıb Əli aleyhissalamdan tələb etməyib ki, filan şey çatmır, filan şey çatmır. Bir rəvayətdə nəql olunur ki, Əbu Səid el-Xidri nəql edir. Deyir ki, bir gün Əli aleyhissalam xanıma dedi ki, evdə yeməyə bir şey varmı? Yəqin ki, Əli aleyhissalam indi işdə olub, gücdə olub, döyüşdən gəlib. Evdə yeməyə bir şey varmı? Ey Fatimə. Xanım nə dedi? Xanım Zəhra salamullah aleyha dedi ki, "Vəllazi əkrəmə əbi bin nubuvvə." Atama peyğəmbərliklə şərəfləndirən Allaha and olsun ki, evdə sənə yedirə biləcəyim, verə biləcəyim bir şey yoxdur ya Əli. Əgər olsaydı, özüm də yeməzdim, bu iki balama da verməzdim, sənə verərdim. Sənə təqdim eləyərdim o qidanı. Əli aleyhissalam dedi, bəs niyə mənə demirsən, gedim sizin üçün bir şey təmin eləyim, gətirim. Dedi, inni ilə əstəhyi minallah. Xanım dedi ki, mən Allahdan həya eləyirəm ki, səndən bir şey istəyəm, sənin ona gücün çatmaya. Gedib onu tapıb gətirə bilməyəsən və xəcalətli olasan, utanıram deyir Allahdan. Ki, səndən bir şey istəyəm, sən onu edə bilməyəsən. Bu dərəcədə yüksək tutmaqdır həyat yoldaşını. Əli aleyhissalamla fəxr eləyirdi. Hər zaman Əli aleyhissalamı çağıranda, ya Əbəl Həsən. Ey Əbəl Həsən deyərdi. Bilirsiniz, ərəblərdə künyə ilə çağırmaq hörmət əlamətidir. Birini adı ilə deyil, künyəsi ilə çağırırlar. Məsələn, Əbul Həsən, Həsənin atası. Və yaxud da, ey əmi oğlu deyə çağırardı. Və yaxud da deyərdi ki, and olsun sənin haqqını əzəmətli eləyənə, ki, Əli aleyhissalamın haqqını özlərində əzəmətli bilirdi. Ehtiyacları xəfif idi, yüngül idi, çox tələbləri yox idi həyat yoldaşından. Bugün ailələrdə bu dəyər olmalıdır. Xanımlar öz həyat yoldaşlarından çox tələbdə bulunmamalıdırlar. Gücü yetənə qədər, gücü yetəni istəmək lazımdır. Gücdən artıqını tələb etmək olmaz. Allah belə insanı daşıya biləcək yükdən artıq yükləməyib. İnnallâhe lâ yukallifu nəfsən illə vus'aha. Allah heç kəsi daşıya biləcək yükdən artıq yükləmir. Ki, həyat yoldaşından istəklərdə bulunsun, gücü çatmayan istəklərdə bulunsun. Nə var ki, qonşuda bu var, qohumda bu var, filan kəsdə bu var. Bu cür deyil, həyat bunlara, insanlara görə biz həyatımızı yaşamırıq. Əgər bu prinsiplərə görə biz ailə həyatı yaşasaq, ailə həyatı zəhərə çevriləcəkdir. Ailə həyatında o vaxt xoşbəxtlik olacaq ki, o ilahi dəyərlər olsun, təqva əsas yer tutsun ki, necə ki, Əmir əl-Mömin əleyhissalam və xanım Zəhra salamullah aleyhanın həyatında bu cürdür. Ola bilər ki, bir çox ər-arvad bir-birini istəyirlər, bir-birini sevirlər. Amma heç kəsin sevgisi Əli aleyhissalamın xanım Zəhraya olan məhəbbəti səviyyəsinə və ya xanım Zəhranın Əli aleyhissalama olan məhəbbəti səviyyəsinə gəlib çata bilməz. Çünki bunlar arasındakı məhəbbət, sevgi xalis bir sevgidir. Burada şəxsi ambisiyalar yoxdur, şəxsi maraqlar yoxdur. Bunlar o ilahi dəyərlər, müqəddəs dəyərlər, nöqsansız, qüsursuz dəyərlər üzərində qurulmuş bir münasibətdir.
Dünya və dünya bağlılıqlarının Əli və Fatimə əleyhissalamın münasibətlərində heç bir yeri yoxdur, adiyyəti yoxdur. Nə dünyanın, nə dünyaya olan bağlılıqların. Bu kamil birisinin kamil birisini sevməsidir. Və o yerəcən gəlib çatır ki, xanım Zəhra salamullahi aleyha fədakarlıqda Əli əleyhissalam üçün həyatını belə qurban verməyə hazır olur. Əli əleyhissalamın vilayətini, xilafət haqqını müdafiəsi uğrunda fədakarlığın ən zirvəsinə gəlib çatır ki, fədakarlığın zirvəsi nədir? Şəhadətə gəlib çatmaqdır, şəhid olmaqdır. Ömrünün son anlarında Əli əleyhissalama vəsiyyətini eləyir. Deyir, Əli əleyhissalam gəldi, oturdu xanım Zəhranın baş tərəfində. Xanım Zəhra dedi ki, ey əmoğlu, səninlə neçə illərdir ki, bir yerdə yaşayırıq, sən heç görmürsən ki, mən sənə müxalif olam, sənə xəyanət eləyəm, sənin əmrindən çıxam, sənə yalan danışam. Əli əleyhissalam deyir, xanımın başını sinəsinə sıxdı. Dedi, məazallah, Allaha sığınıram bu sözdən ey Fatimə. Sən Allahı ən yaxşı tanıyansan, ən əməli salihsən, ən təqvalısın, ən şərəflisən, Allahdan ən çox qorxansan, sən mənə müxalif ola bilməzsən ki, buna görə səni danlayım. Amma səndən ayrılmaq deyir, mənim üçün çox ağırdır, çox acıdır, səni itirmək çox acıdır. Nə etmək olar ki, bu labud olan bir işdir. İnna lillah və inna ileyhi raciun dedi ardınca. Sonra dedi ki, bu elə bir müsibətdir ki, bu müsibətin təsəllisi yoxdur. Bu elə bir ağrı acıdır ki, bu ağrı acı heç vaxt dayanmayacaq, bu kədər heç vaxt bitməyəcək. Əli əleyhissalam elə ki, xanım Zəhranı o qəbrə qoydu. Qəbrə qoyanda üzüm tutdu Peyğəmbərə, dedi, ya Rasulallah, əmanətin sənə doğru gəldi, ya Rasulallah. Ya Rasulallah, girov artıq geri verildi. Amma mənim dərdqəmim heç vaxt bitməyəcək, gecələrim hər zaman oyaq olacaq. Bu elə bir dərddir ki, ya Rasulallah, heç qəlbimdən çıxmayacaq. Görmüsünüz, bəzən insan əzizini itirəndə elə ki, gedib dəfn eləyirlər. Hamı qəbirdən ki, kənara çəkilir, geri dönmək istəyir. Ən yaxın olan övladdır, görürsən, ananın dəfnidir ya, qızıdır, ən yaxınıdır da. Görürsən, hamı çəkilib, o çəkilmir kənara, elə qəbrin ətrafında dayanıbdır. Heç kəs də cürət eləyib, gəlib onu oradan götürmək istəmir. Hamı deyir ki, qoy ağlasın, biraz ürəyim boşlasın. Axırda görürsən, bir axsaqqal gəlib onun qolundan tutub aparırdı. Əli gecələri gedərdi Bəqiyə, Bəqidə ağlayardı. Heç kəs deyir, cürət eləyib, gəlib Əlini oradan apara bilmişdi. Peyğəmbərin əmisi Abbas deyir, gəldi, deyir, qolundan tutub götürdü. Ələ lənətullah aləl qovmis.